İdman qidaları alarkən edilən 10 səhv. 10 qiymət. İnsanlar çox vaxt sadəcə ucuz məhsul axtarır. 9 dad. Bəziləri məhsulu tərkibinə görə yox, yalnız dadına görə seçir. 8 brend. Brendi tanımadan və araşdırmadan məhsul almaq böyük səhvdir. 7 tərkib. Məhsulun tərkibinə baxmadan almaq düzgün seçim deyil. 6 doza. Məhsulu necə və hansı dozada istifadə edəcəyini bilmədən almaq səhvdir. 5 məqsəd. Ən vacibi məhsulu öz məqsədinə uyğun seçməkdir. 4 orijinallıq. Məhsulun orijinal olub-olmadığını bilmədən almaq risklidir. 3 məsləhət. Düzgün məsləhət etmədən seçim etmək çox vaxt səhv məhsula aparır. 2 davamlılıq. İdman qidasını bir neçə gün istifadə edib nəticə gözləmək düzgün deyil. 1 qidalanma. Əgər qidalanma düzgün deyilsə, heç bir idman qidası möcüzə yaratmayacaq. Siz də faydalı məlumatlardan xəbərdar olmaq üçün Atletas səhifəsini izləməyi unutmayın.